Gelmeye olar. Selamünaleyküm. Neçenlik? Abdülhalı getirmişim. Yaxşı, sen git. Sağ ol. Ala, giz, meymunluq eləmə. Buyur. Əyləş. Səninlə söhbətim oldu. Çenlik, çok oturacağım hele. Əbdülxalıq, aslıdır sənin özündən. Canımı yiyeyim Çenlik. İnvalid adamam, 2000-ci qruppa, özüm də tükanda axranlik işləyirəm. Hamı məni tanıyır, əlimlə, ətəyimlə öpürlər, başıma düşürlər. Şehir Peyğəmbər öyladıyam, cəmaata əl tuturam. Bax, sən nə istəyirsən, onu bilmir. Axraniksən, onu bilirəm. A kişi, Əbdülxalıq, o anaşa... Nəşənədir açanmıyım. Heç mənə yaraşan şeydir. Müsəlman adamam, oruç duram, namaz qılıram. Atam görür, mənim nəşədən xəbərim yoxdur. A kişi, yalansa oruç səni qənim olsun. Ala, oruçdan, namaz qılan, müsəlman adam. Anaşa tili gal verir ala, hə? Ala, bunlar sənin evindən çıxmıyor. Kimə gəlsən, ala mənim bunlardan xəbərim yoxdur. Din haqqı xəbərim yoxdur. Saxla ala. Bunların hamısını bir-bir protokollaşdıracağım. Naçannik, sən ölürsən xəbərim yox. Özün öləsən. Sən dedin xəbərim yoxdur, mən də səni bıraxdım. Elə deyil, Əbdülxalıq. Bunların hamısını bitdə, oğul kimi alacaqsan boynuma. Hə. Əbdülxalıq, bək qozdu Naçannik. Onu sındırmaq istəyənlərin çoxsunu o dünyaya göndərib. Yasını da oxuyub, bozbaşını da yiyib. Dəlilin yox, sübutun yox. Məhkəmədə ki, bunlarsız mənə heç bir iş kəsməyəcək. Bir dənə töhmət yapışdıracaq sənin belivə, məncəzdə bıraxacaq evimə. Üstəlik bir üzür də istəyəcək. Gəlsən bu işi boşa-boşla qutar Naçannik. Məni sındırma. Mən kara gələn adamam. Ürəyin nə istəyir, onu de, mənim gözlərim üstə. Heç elə şey yoxdur, Əbdülxalıq. Rüşvəti də, anaşanı da protokollaşdıracağım. Hala ağzın yoxdur. Hala yiyəvə də ağzın yoxdur, hə? Sən yeməyəcəksən, başqaları yiyəcək. Hələ mənə bir malades də deyəcək. Yaxşı. Onda gəl səninlə belə danışa, Əbdülxalıq. Bir işdə mənə kömək eləməlisən. Nə işdə? Razı olsan, sabah evindəsən. Nə işdə axınacan? Şəhər ətrafında bir qara, qaz 21 markalı maşın yandırılıb. O işi boynuna götür. Yo, mən o işi boynuma götürəmərəm. Yo, Naçannik, əlim saxlayıram. Yaxşı qulaq az, Əbdülxalıq. Yo, özüm yox, özüm yox. Sənə bir adam tapım da. Kim diyor? Xala oğluyub iş, dünəndən yatır burada. Bütün işləri boynuna götürər. İbiş kimdir, kişi? Əşaltı varmaq bir şey deyirəm, xalam oğlud da. Dünən bazarda birinin söz çap gəlib, oğra çıxardıb bıçağı yortub kişinin qarnına. Götürüb soxubla qoduqluğa. Xalın oğlu tanımadığı adamı niye vurur ki? Paxanın istifası ilə vurur. Amma qurban olma Naçannik, mənim adım olmasın ha. Yoxsa anamı ağladarlar ha.